Prokuraturaya dəvət olunmuşam. Barəmdə cinayət işi açıldığı deyilir. Gedək görək nə cinayət eləmişik ümumiyyətlə. Deməli, belə dostlar, bu Şəfəqdir, nədir? Bu dırnaqarası psixoloq yenə köhnə amam, köhnə taz öz fəaliyyətindədir. İnşallah ki, dövlətimiz ona tədbir görməyə başlayıb, onun dediyinə görə. Mənim qarşıma çıxdı. Deməli, bu insanda yeganə bir şeyə mən vali olmuşam. Nətər, yəni özümə qismət olsun deyə vali yox. Həmən o peşəkarcasına, o hilləgərliyini peşəkarcasına yerinə yetirir. Bu insanda o qədər afiristliyi var. Hətta o danışanda siz də hiss edirsiniz. Bir dənə onun üz mimikalarına baxın. O qədər afiristliyi var. O qədər deyərdim ki, bəlkə barmaqla sayılası qədər afiristlərdən biridir. Bu insanın danışmağına bax, özünü elə aparır ki, deyir ki, mənə cinayət işi açılıb, gedək görək mən nə eləmişəm, mənə cinayət işi açılıb. Ay, psixologiyası yerində olmayan yeganə psixoloqsan ki, sənin özüvə psixoloq lazımdır. Sən yeganə psixoloqsan ki, sənin özüvə psixoloq lazımdır. Yəni, sənin psixologiyan yerində deyil. Bir də ki, özün qoymuşsan afiristliyə, deyirsən ki, hələ gedim görüm, yəni bu boyda dövlət orqanını gör sənə qarşı səhv addım atdığını belə düşünürsən, şübhə ilə yanaşırsan. Nə eləmişəm? Sən bu boyda insanların, bu boyda xalqın, bütün müsəlmanların dini inancını təhqir eləyirsən. Sən hələ bilmirsən nə eləmişsən? Sən ateistsən, get ateistliyi elə də, sən get ateistliyi eləməyə davam elə. Hansısa müsəlman görüm gəlib sənə deyirmi, sən niyə ateistliyi eləyirsən? Sən demirsən dini azadlıq. Get öz ateistliyi elə də. Sən müsəlman, sən antireklam olsun deyə özü başlamısan reklam eləməyə. Bu reklamı müsəlmanlar üzərindən, müsəlmanların dini üzərindən eləyirsən. Bu səni həm iyrənc formada göstərir. Yəni, qıraqdan sənə baxanda doğrudan çox iyrənc görsənirsən. Sənin danışığın belə adamı iyrəndirir. Sənin belə baxışların, sənin üz mimikaların həqiqətən çox iyrənc görsənirsən. Yəni, o dərəcədə sən... Çünki sən müsəlmanların dininə dil uzadırsansa, müsəlmanın dini onun üçün hər şeydir. Hər şeydir. Onun namusu, onun qeyrəti, onun varlığı, onun mənəviyyatı, onun mənliyi, onun əxlaqı, hər bir şeydə, hər bir şey. Sən bu boyda şeylərə toxunursan, onları alçaldırsan, alçaltmağa davam edirsən belə, hələ sual verirsən ki, gedim görüm, hələ nə eləmişəm, mənə cinayət işi açıblar. Sənə cinayət işi yox, səni edam eləmək lazımdır. Hələ cinayət işi nədir? Sən bir millətin, elə bir ki, mən durub xristiyanların dinini təhqir eləyirəm. Temboledə sən müsəlman dövlətində yaşaya-yaşaya bunu eləyirsən. Sən müsəlman dövlətinin vətəndaşı olaraq bunu eləyirsən. Mən gedib Rusiyada bütün rusların, bütün xristiyanların dinini təhqir eləyim, onların mənəviyyatını, əxlaqını təhqir eləyim. Mənə bilsən, nə eləyirlər? Sən hələ bilmirsən, sən nə eləyirsən? Hələ oturub sual verirsən ki, mən nə eləmişəm, deyir, mənə cinayət işi açılacaq. Yavaş, sən heç nəyə nail ola bilməzsiniz. Bunu mən dəfələrlə demişəm, yenə indi də deyirəm. Sən və sənin kimlər heç nəyə nail ola bilməzsiniz. O Elzanın bir sözü var, deyirsən, get yayın aç və yaxud da bir video paylaş ki, ateistlər belə, ateistlər elə, məsəl üçün. Hələ gör sənin yayınıva 5-3 nəfər sənin ağlında olan şəxslərdən savayı adam gələr, əlbəttə ki, yox. Başa düşdün? Sən auditoriya yığmaqdan ötəri, sən ətrafında o tupu insanları yığmaqdan ötəri, ağılsız insanları, əxlaqsız insanları yığmaqdan ötəri, əxlaqı zədələnmiş, sənin kimi əxlaqı zədələnmiş insanları yığmaqdan ötəri, sən bir xalqın, bir millətin, bütün müsəlman dünyasının dinini təhqir eləyirsən. Hələ deyirsən ki, mən görəsən nə eləmişəm, mənə cinayət. Apala, sən doğrudan da problemin var, sənin müalicəyə ehtiyacın var. Get, ya özünü müalicə elətdir, ya bu fikrindən daşın girən, sənin üçün yaxşı nəticələnməyəcək. Vallahi, billahi bir dəlinin qabağına çıxarsan, yəni hamı səbiriyyəsi deyil də, bunun səbirsiz də var. Onun qarşısına çıxarsan, onu da bədbəxt eləyərsən, özünü də bədbəxt eləyərsən. Gəl, etmə, eləmə. Get,
Ateistlərdən nə qədər istəyirsən danış da. Sənin nə verib ala bilməyəcəyin var bu müsəlmanlardan. Bu dinimizdən.